Bugün mən sıravi dildə, xalq dilində siyasətin nə olduğunu necə başa düşürəm, onu danışmaq istəyirəm. Mənə elə gəlir ki, siyasi hakimiyyət, siyasi liderlik, siyasi rəhbərlik, prezident olsun, baş nazir olsun, idarəçiliklə məşğul olan insanlar nəyə bənzər? Mən özümə bir fikirləşib, bunu öz sıravi dildə nəyə tapdım? Mən fikirləşirəm, o Qaçaq Nəbil haqqında bir mahnı var, el mahnısıdır, deyir, Bozat məni bu davadan qurtarsan, qızıldan, gümüşdən səni nallaram. Yəni burada nə deməkdir bu? Mənə elə gəlir ki, həmin bu siyasi hakimiyyətdə olan siyasi liderlər bu həmin döyüş atıdır. Döyüş atı gərək hətta Nəbi kimi qəhrəman, igid də, mərd də atına yalvarır ki, məni bu davadan qurtar. Bu gün siyasi hakimiyyətdə olan insanlar həmin öz ölkəsi, öz xalqını müharibədən salamat qurtarmalıdır və çıxartmalıdır, müharibədən qaçmalıdır. Amma bir gün baxırsan, görürsən, ətrafda nə baş verir? Məsələn, İsrailin baş naziri götürəndə, baxanda bu adam gəldiyi gündən hakim, 30 illik, 40 illik bilinmir. Gəldiyi gündən müharibədir. Bu xalqı müharibədən başqa heç nə gözləmir, bəsləmir. Sonu bilinməyən bir ölçüsüz, bilgisiz bir İran müharibəsinə başladı və nəticəsi də bəlli deyil. Öz ölkəsi dağılır, viran qaldı, öz xalqı qırılır, İran xalqı oradan qırılır, şəhərlər dağılır, tarimar qalır. Hələ üstəlik Amerikanda getdi, saldı burada bir nüfussuz bir ölkə obrazına gətirdi, çıxartdı və indi geri qayıta bilmirlər. Məsələn də stop da deyə bilmirlər. Bax, bu hərdən bir fikirləşsən, bunlar necə siyasətçidirlər? Bunlar, yəni heç olmasa Qaçaq Nəbinin atı qədər də bunların bir düşüncə tərzi yoxdur. Yəni, mən İranlılarla danışmışam. Bir-iki İranlı ilə danışdım. Baba, biz 60 ildir müharibəyə hazırıq. Nə ölürük, nə öldürürük. Yəni, adamlar nə qədər müharibəyə hazırlaşırlar. Bax, Azərbaycan yeganə nümunədir. Bax, göstərdi. Bizim artıq siyasi mövzular tükəndi, dalana dirəndi. Artıq müharibədən başqa yol qalmadı. Hamı başa düşdü ki, bunun müharibədən başqa yolu yoxdur. Bunun da hesab biçi ilə dəqiq fikirləşdik ki, bu müharibə olmalıdır və biz torpağım, bunu yeganə nümunəyik biz. Amma belə adamlar, məsələn, Ukraynanın prezidenti, təzə ilə aktyorluqdan hakimiyyətə gəlməklə müharibə başlayır. Müharibəni başlamaq nə var ki? Müharibəni hər axmaq başlayar. Amma hər ağıllı qutara bilməz özdə qalibiyyətlə. Müharibə başlamağa nə var ki? Bəs sən siyasi hakimiyyətə nəyə gəlmirsən? Müharibə ilə eləməsən bu qədər insanlar qırılır. Ukraynanın özündə milyonlarla insan qırılır. Mənasız, məntiqsiz Ukrayna ərazisində işğal olunur. Bunlar fikirləşir ki, müharibə çıxış yoludur. Müharibəni sən başqa adamların qurbanına çevrilmə, başqa ölkələrin qurbanına çevrilməmisən. Sən öz xalqını qırğından qurtarmalısan. Bax, bu gün real ətrafımızda baş verən hadisələr. Baxın, görün.